Azərbaycan dili çox zəngin dildir. Bugün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik. Müstəqil Azərbaycan dövləti. Azərbaycanlıların yaşadıkları müxtəlif bölgələrdə vəziyyəti ilə mən müntəzəm olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm və görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan Azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, biz dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Və hər bir millət, hər bir xalq üçün onun ana dili, onun milli mənsubiyyətinin əsas amilidir.